Parlamentin plenar iclasında növbəti çıxışı zamanı Fazil Mustafa qadınların ilk uşaq dünyaya gəldikdən sonra məqsədli şəkildə aliment almaq üçün boşanma tələb etdiklərini qeyd edib. O, bu kimi halların müəyyən olunması və aliment qərarlarının daha ədalətli olması üçün mediasiya şuralarına əlavə səlahiyyətlərin verilməsini təklif edib. Məhkəmələr boşanma və aliment məsələlərində daha düzgün rəy əldə etsinlər. Onun fikirləri isə cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Belə ki, sosial mediada və bəzi ictimaiyyət nümayəndələri tərəfindən tənqidə səbəb olub. Jurnalistlər və fəallar belə bir yanaşmanı məqsədə uyğun hesab etməyiblər. Mən heç kimin haqqında danışa bilmərəm, hərənin öz fikri var. Yəni, elə də ailələr var, hər şeyi qəbul edib yaşayan ailələr də var. Cürə-bəcə insanlar var, yaxşısı da var, belə necəsi də var, nə bilim valla. Boşanmasınlar da, yaşasınlar. Nə lazımdır boşamaq? Uşağı buraxmaq olmaz. Alimentə görə adam həyat yoldaşından ayrı düşərmi? Mən o fikirlə razı deyiləm. Ona görə ki, o gəlsin bir girsin ailənin içinə, oradakı bir-birinə olan münasibəti, bu sosial məsələlərdir, iş yeridir, maaşdır, filandır, bir bunlarla maraqlansın, ondan sonra danışsın o. Ağzına gələn danışmaqla deyil ki. Xeyr, razı deyiləm. O düzgün qərar deyil. Biz çoxu xeyr, amma müəyyən faizi eylədir. Mən elə düşünürəm. Boşanmasınlar. Uşaqlarını saxlasınlar, əziyyətə dözsünlər. Elə biraz əziyyət olan kimi boşansalar nə olacaq onda? Bu millətin axırı nə olacaq? Bir damda 5-6 qardaş yaşayırdılar, nətər böyütdülər. Həmin uşaqlar akademik oldu, professor oldu. Həmin yetimliklə, çörəklə, adi çörəklə, qatıqla, südlə böyüdülər. Bunlar hamısı istəyir ki, nəsə də belə indiki gəlinlər, qızıl, gümüş, nə bilim, Bakıda evləri olsun, Bakıda gəlsinlər. Biraz zəhmət çəksinlər, değil mi? Heç olmasa uşaqlarının zəhmətini çəksinlər. Uşaqlarla heç kim yaxşı ərindən çıxmaz. Yəqin ki, ər yaxşı deyil ki, ailə bacısı yaxşı olandan sonra qadını yaxşı olur. Gərək insan həmişə bir-birini başa düşə, səhvin, düzün ölçdürə. Elementdən görə ki, uşaq ailələrə gəlin. Ona da mənim sözüm yoxdur.